Xoş gördük, hörmətli izləyicilər. Bu gün sizə Kapital Bankda post terminalın sifarişinin necə ediləcəyi barədə məlumatlar verəcək. Ümumi olaraq deyim ki, digər banklarda da post terminal sifarişi vermək mümkündür. Bəzi banklar özlərinin internet banking sisteminə bunu əlavə etməmişdir hal-hazırda. Amma bəzi banklar vardır ki, sənədləri birbaşa olaraq, məlumatları birbaşa olaraq gördüyünüz bölməyə əlavə edib göndərilməsini daha məqsədə uyğun qəbul etmişdir və daha tez. Çünki bəzən sənəd işlərinin çoxalması bizə müəyyən vaxt itkisinə gətirib çıxara bilər. Kapital Bankda qeyd edim ki, hər hansı bir post terminalın sifarişi edilməsi üçün bu arada bir mobil post var, bir də normal bildiyimiz post terminal. Mobil post terminalın özündə, normal post terminalının özündə buradan sifariş etmək mümkündür. Sadəcə biz mobil post terminalı yox, normal bildiyimiz post terminallarının sifarişini edirik indi və həmin post terminalının sifarişi də, yəni mənim düşüncə daha məqsədə uyğundur, daha yaxşıdır. Çünki mobil post terminallar hələ indiki dövrümüzdə tam inteqrasiyası problemləri var, müəyyən xətalar baş verir. Yəqin yaxın gələcəkdə bu problemlər həll olunacaq. Biz Kapital Bankda Acquiring xidmətlərinə daxil oluruq. Yeni sifariş düyməsinə basdıqdan sonra artıq bizdə gördüyünüz kimi belə bir səhifə açılır. Bizim post terminalı sifariş etdiyimiz obyektlə bağlı və ümumi bizim məlumatları qeyd etməliyik. Qeyd olunan hər bir məlumatın doğruluğuna fikir verməlisiniz. Yoxsa nə vaxtsa post terminal ilə bağlı yarana biləcək hər hansı bir problemdə çətinliklə qarşılaşan zaman bu məlumatlar sizin köməyinizə çata bilər. İlk növbədə mobil nömrəni, asan imza nömrəsini də qeyd edə bilərsiniz, amma asan imza nömrəsindən əlavə sizin üzərinizdə olan daim zənglə əlaqədə olduğunuz bir nömrə qeyd edin ki, post terminalla bağlı müvafiq çətinliyi banka qeyd edən zaman, bu istənilən banklarda olsun, banklar sizə vaxtında geri dönüş edə bilsinlər. Əgər əlavə nömrəniz varsa, onu da qeyd edə bilərsiniz. Daha sonra sizin mail ünvanı məlumatları qeyd edirsiniz. Bu da vacibdir. Yəni hər hansısa bir kod və ya digər vasitə gələn zaman, digər mesaj məlumatı gələn zaman elektron ünvana göndərilə bilər. Bu məlumatları qeyd etdikdən sonra obyektin faktiki adını, ambarsa ambar, ofissə ofis və ya digər cürə, hətta məsələn hər hansı bir market şəbəkəsinin adıdırsa, adına uyğun məsələn tutaq ki, Ballıca tutaq ki, marketdir. Ballıca market qeyd edə bilərsiniz. Ünvanını dəqiq poçt-indeksine qədər qeyd etməyinizi tövsiyə edirəm, qeyd edin və fəaliyyət sahəsini vergi orqanındakı olan fəaliyyət sahəsinə birabir eyni qeyd edin. Vəsaitin köçürüləcəyi hesab post terminallar vasitəsilə ödənişlər müştərilər ödədikdən sonra sizin hansı bank hesabına daxil olub olmayacağınız qeyd olunur və bu hesab, məsələn bizdə bir hesabımız var, ora gələcək bütün pullar. Terminalların sayı neçə terminal istəyirsə onu qeyd edin. Məsələn biz bir terminal sifariş verəcəyik və daha sonra şəkil yüklə. Obyektinizin içdən iki şəklini tövsiyə edərdim və çöldən də bir şəklini ən az olmaqla bura yükləməyinizi tövsiyə edirəm. Daha sonra əgər son 3 ayda olan dövriyyəniz varsa, bunu qeyd etməlisiniz və digər əgər bank hesabınız varsa, oradakı çıxarışı da bura əlavə etməyiniz tövsiyə olunur. Hər hansı bir taksitə qoşulma istəyirsinizsə, onu qeyd edə bilərsiniz. Bu zaman sizə zəng gəlir və ya bank əməkdaşları yaxınlaşanda o taksiti müzakirə edib qərarlaşdırırsınız. Məsələn, müəyyən taksitlər var ki, banklarda hissə-hissə ödəmək təbii ki, indiki dövrdə bu ödənişlər vacib olur. Çünki satışın bir növ artmasında dövriyyəyə təsir edəcək faktordur. Çünki çox adam artıq nağd verib hər hansı bir nəyisə ala bilmir. Baxın belə, sifariş et düyməsinə basdıqdan sonra, daha sonra həmin o müraciət avtorizasiyaya düşür. Avtorizasiyadan PIN yığdıqdan sonra PIN 2-ni siz artıq post terminala sifariş vermiş olursunuz. 2-3 gün müddətində, yəni Kapital Bankda sıx belədir, cavab gəlir. Digər banklarda isə
hələlik müxtəlifdir. Digər banklarda məsələn daha da tez ola bilər, amma çox vaxt 2-3 iş gününü çəkir. Hətta kuratorla danışıb məsələni tezləşdirmək üçün vacibiyyətini bildirib post terminalı tez almaq mümkündür. Bu günlük bu qədər. Çox sağ olun.